Salam, hər vaxtınız xeyir. Bugün coğrafiya 7-ci sinif iş dəftərində olan tapşırıqları izah edərik. Bugün artıq mövzu 2-1-ə keçirik. Yerin daxili quruluşu. Birinci tapşırığımızda Avropanın xəritəsi üzərində İslandiya adasını, orada yerləşən Eyjafjallajökull vulkanını və Strokkur geyzerinin təqribən harada olduğunu qələmlə qeyd et. Buradan fikir versə, yəni bu Avropanın fiziki xəritəsidir. Avropanın fiziki xəritəsində İslandiya adası dairə aldığım yerdə İslandiya adası yerləşir. İslandiya adasında yəni həm Eyjafjallajökull vulkanı, həm də Strokkur geyzeri yerləşir, yəni verilən xəritədə. Daha sonra ikinci tapşırıqda xəritədə İslandiyanın yaxınlığında yerləşən ölkələri müəyyən et, onların adlarını yaz və xəritədə qeyd et. Əgər biz verilən xəritəyə baxsaq, verilən xəritədə, yəni İslandiya ən yaxın ölkələri qeyd etsək, burada Norveçi deyə bilərik. Yəni belə deyək, bura Norveç yaza bilərik. 1-ə 1 Norveç. Daha sonra 2-yə Böyük Britaniyanı yaza bilərik. Böyük Britaniya. 3-ə də ki İrlandiyanı yaza bilərik. İrlandiya. Yəni burada ən yaxın, belə deyək, İslandiya adasına ən yaxın olan, yəni İslandiyaya ən yaxın olan ölkələrdir. Daha sonra mətndə verilən boşluqlara uyğun sözlərlə tamamla. İslandiyada vulkanlar və geyzerlər tektonik çatlar üzərində yerləşir. Buraya yazarıq tektonik çat. Çünki zaten bildiyimiz kimi vulkanlar və geyzerlər tektonik çatlar üzərində yaranır. İslandiyanı geyzerlər ölkəsi adlandırırlar. Buraya yazarıq geyzerlər. İslandiyanı geyzerlər ölkəsi adlandırırlar. 1789-cu ildə baş verən zəlzələ zamanı Strokkur geyzeri yaranmışdır. Ona görə bura Strokkur geyzerini qeyd edə bilərik. Strokkur geyzeri yaranmışdır. 20-ci əsrin əvvəlində baş vermiş belə deyək, zəlzələ zamanı isə geyzerin püskürməsi dayandı. Yəni 20-ci əsrin əvvəlində baş verən zəlzələ zamanı geyzerin püskürməsi dayanıb. İnsanlar tərəfindən geyzerin kanalı təmizlənərək fəaliyyəti yenidən bərpa edildi. Daha sonra İslandiyanın xəritəsinə əsasən verilmiş ifadələrin yanlış və doğru olduğunu qeyd et. B Eyjafjallajökull vulkanıdır. B məntəqəsi, yəni burada göstərilən B Eyjafjallajökull vulkanı deyil, o təqribən Reykjavik, paytaxt Reykjaviki bildirir. Ona görə bu yanlışdır. A, Y, F vulkanlar yoxdur. Əgər biz baxsaq, A, Y, F heç biri vulkanların olduğu, yəni tektonik çatın üzərində yerləşmir. Ona görə bu doğrudur. Əgər biz belə deyək, İslandiyada tektonik çatları çəksək, tektonik çatlar təqribən bu xətt boyunca olacaq. Yəni C və G-nin, bir də B-nin üzərindən keçəcək. Təqribən belə olacaq. Yəni bir sözlə burada C, G və B tektonik çatın üzərində yerləşəcək. Sonra B və G tektonik çatın üzərində yerləşir. Doğrudur. B və G. Daha sonra Hekla vulkanı. D-də yazıb Hekla vulkanı. Xeyr, Hekla vulkanı İslandiyanın cənubundadır. Ona görə bu yanlışdır. Burada Hekla vulkanı təqribən biz deyə bilərik C nöqtəsinə yaxındır. C və G aktiv vulkanlardır. Bəli, doğrudur. B Reykjavik şəhəri yerləşir. Bu da doğru. Reykjavikdəki bildiyimiz kimi Reykjavik, yəni İslandiyanın paytaxt şəhəridir. Yerin daxilində nə var? Şəkildən istifadə edərək yerin daxili quruluşuna aid tapşırıqları yerinə yetir. Bu tapşırıqlara baxsaq, burada A yer qabığıdır. Yer qabığı. Daha sonra B üst mantia. Üst mantia. C alt mantia. D-yə baxsaq, xarici nüvə. Xarici nüvə. Və Y nöqtəsinə baxsaq, daxili nüvə olacaq. Daxili nüvə. Şəkildə verilən hərflərlə qeyd edilmiş qatların onlara uyğun gələn xüsusiyyətlərini birləşdir.
Burada A, B, C və D verilib. A bildiyimiz kimi yer qabığı idi. Ona görə A yer qabığı. B üst mantıya. Üst mantıya. C alt mantıya. Və D, yəni D-yə də baxsaq, D də ki nüvədir, yəni xarici nüvə. Bu olacaq xarici nüvə. Kontinent və okean tipli olmaqla iki hissədən ibarətdir. Bildiyimiz kimi yer qabığı iki hissədən ibarətdir. Kontinent və okean tipli. Ona görə bu aid olacaq bura. Əsasən dəmirdən ibarətdir və ən yüksək sıxlığa malikdir. Dəmirdən ibarətdir və yüksək sıxlıq əlbəttə ki nüvədə olacaq. Bura gedəcək nüvə. Qaynar qatı maye halında olan maqmadan təşkil olunmuşdur. Qaynar qatı maye halında. Yəni maye halında deyilsə bu üst mantıyadır. Qalınlığı 1900 kilometrə yaxındır. Nüvənin üzərində yerləşir. Bu da alt mantıyadır. Nüvənin üzərində yerləşir. Ona görə bu da gedəcək alt mantıya. Və bir də Y verilib. Y də ki daxili nüvədir. İndi burada daxili nüvə verildiyi üçün yerin mərkəzində yerləşən təbəqənin üst hissəsidir. Burada xarici nüvə olacaq sonuncusuna, daxili nüvə olacaq bura. Yəni əsasən dəmirdən ibarətdir. Ən yüksək sıxlığa malikdir. Əlbəttə ki bu daxili nüvəyə aiddir. Ona görə bu daxili nüvəyə götürərik. Xarici nüvə isə yerin mərkəzində, yəni nüvənin üzərində yerləşən üst hissədir. Yəni nüvənin üzərində yerləşən üst hissə, belə deyək, daxili nüvənin üzərində yerləşən üst hissə xarici nüvədir. Ona görə də bu da gedəcək, yəni D-yə gedəcək sonuncusu. Verilən xüsusiyyətlərə uyğun gələn sözlərin altından xətt çək. Kontinent, okean yer qabığında qranit qatı var. Okean tipli yer qabığında qranit qatı yoxdur. Ona görə kontinent tipli yer qabığında qranit qatı var. Nüvə mantiya, silisium, oksigen, dəmirdən ibarətdir. Silisium və oksigen mantiyada olur. Ona görə bu mantiya üçün xarakterikdir. Qranit və bazalt qatı həm quruda, həm okeanların dibində var. Okeanların dibində qranit qatı olmur. Ona görə bazalt qatı olacaq. Həm quruda var, həm okeanların dibində var. Marian çökəkli Everest dağı yer qabığının ən qalın deyilsə bu Everest dağıdır, amma ən nazik desəydi Marian çökəkliyini götürə bilərdik. Daha sonra yerin 3D xəritəsində rəqəmlərlə qeyd edilən məntəqələri cədvəldəki kimi qruplaşdır. Yer qabığı nazikdir, yəni 5-10 kilometr arası. Yer qabığı nazikdir, burada biz deyə bilərik, yəni okean tipli yer qabığı olan ərazilər. Burada məsələn 2, daha sonra 5, 6, 3, yəni bu əraziləri deyə bilərik. Yer qabığı qalındır, yəni kontinent tipli yer qabığı. Məsələn, burada yaza bilərik 1, yaza bilərik 8, yaza bilərik 9, yaza bilərik 10. Yer qabığı minimum qalınlığa malikdir. Bu, əlbəttə ki, Marian çökəkliyindən danışır, yəni 7 rəqəmindən. Bura 7-ni yazarıq. Yer qabığı maksimum qalınlığa malikdir. Bu da əlbəttə ki, Himalay dağlarından danışır. Burada 4-ü yazarıq. Yəni maksimum qalınlıq 4. Minimum qalınlığı da 7 Marian çökəkliyidir. Digər məntəqələrdə dedik. Şəkildə yer qabığının hərflərlə qeyd edilmiş qatlarının cədvəldə yaz. A qatı üstdəki qat, yəni çökmə qatı olacaq. A olacaq çökmə. Çökmə həm okean tipli yer qabığında, həm də qranit tipli, kontinent tipli yer qabığında olur. Yəni hər ikisində olur. Sonra B qatı qranit qatdır. Qranit qat okean tipli yer qabığında olmur, amma kontinent tipli yer qabığında olur. Qranit qat. C-dəki altdakı qatda bazalt tipli, həm hər ikisində olur, həm okean tipli yer qabığında, həm də kontinent tipli yer qabığında mövcuddur. Ona görə bazalt tipli yer qabığı gedəcək bura.